Hər vaxtınız xeyir olsun. Salamlar. Yeni Asan TV'nin studiyasındayıq. Və bu o deməkdir ki, könüllü sən verilişi efirdədir. Bizi izləyən və könüllü olmaq istəyən gənclərin nəzərinə 15-26 yaş aralığındakı gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilər. Bunun üçün sosial media platformalarımızı izləmək yetərlidir. Hər hansı sual yaranarsa mesaj bölməsində qeyd edə bilərsiniz. Həmçinin layihə və ideyalarınızla bağlı təkliflərinizi şəhər nömrəmiz 444 74 44 nömrəsinə zəng edərək verə bilərsiniz. İndi isə keçid alaq bugünkü mövzumuza. Gənclərimizin fərdi qrant müsabiqələrində iştirakından danışacağıq. Qonağımız isə Gənclər Fondunun icraçı direktor müavini vəzifəsini icra edən Yusif Vəliyevdir. Salamlayırıq sizi Yusif müəllim, necəsiz? Çox sağ olun, yaxşıyam. Siz necəsiz? Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Yusif müəllim, Gənclər Fondu 18-29 yaşlarındakı gənclər üçün layihələrini reallaşdırmaq üçün, ideyalarını reallaşdırmaq üçün müsabiqələr təşkil edir və şəraitlər yaradır. Biz istərdik ki, siz bu fərdi qrantlar haqqında bizə danışasınız. Bildiyiniz kimi Gənclər Fondu tərəfindən bir sıra qrant müsabiqələri həyata keçirilir. Bunlar həm fərdi qrantlardır, fiziki şəxslər üçün, eyni zamanda gənclər təşkilatları üçün olan qrantlardır, səfər qrantlarıdır və bunlardan biri təbii ki, ən əsası gənclər üçün maraqlı olan fiziki şəxslər üçün olan qrant müsabiqəsidir ki, bu hər il Gənclər Fondu tərəfindən təşkil olunub. Bir neçə istiqamətlər üzrə təşkil olunub. Bu həm ideyanı reallaşdır üzərindən təşkil olunur və təbii ki, bildiyiniz kimi hər il dövlətimiz tərəfindən müxtəlif mövzulu il elan olunur və həmin il üzrə təşkil olunur. Bəs fərdi qrantların verilməsi zamanı hansı meyarlar nəzərdə tutulur? Yenə bildirdiyim kimi qrant müsabiqəsinin mövzusu birinci növbədə bu bizim üçün əsas kriteriyadır və yazılan həmin qrantın həmin mövzuya uyğunluğu, həmin mövzunun aktuallığı, həmin mövzunun yaradıcılığı, kreativliyi və ilk dəfə olması və eyni zamanda layihə yazanın bildiyiniz kimi o da müəyyən bir büdcə qeyd edir. Layihənin reallıq dərəcəsi nə qədər mümkün? Yəni gənc layihə yaza bilər ki, o belə də dəyərləndirildikdə daha aşağı qiymətləndirilə bilər və yaxud dəyərləndirildikdə ekspertlər tərəfindən bunun reallıq olmadığı belə deyək, bəzi hallarda üzə çıxarkən bu reallaşdırmaq mümkün deyil və təbii ki, əsas bu kriteriyalar bizim üçün ön plandadır. Müsabiqəyə müraciət edən gənclərin ideyalarının qiymətləndirilməsi necə həyata keçirilir? Bu, belə də bir ümumi bir forma var. Burada təbii ki, ekspert komissiyası olur. Həmin ekspert komissiyasında həm fondun müvafiq şöbəsinin rəhbərləri iştirak edir və eyni zamanda mövzular uyğun olaraq kənar ekspertlər dəvət olunur. Misal üçün, bizim bildiyiniz kimi dekabr ayının sonlarında rəqəmsal mövzulu qrant müsabiqə elan olunmuşdur və həmin mövzu təbii ki, nəzərə alsaq ki, spesifik bir xüsusiyyəti var və belə deyək, bu sahə üzrə IT biliyi olan ekspertlərə bizim xüsusi bir ehtiyacımız var idi və həmin ekspert komissiyası sırf həmin sahənin ekspertlərindən yığılmışdı və onlar tərəfindən həmin layihənin nə qədər real olduğu, bunun reallaşdırılma imkanı, bunun kodlaşdırılması imkanı, hal-hazırki bugünün üçün həmin layihənin belə deyək, bugünkü günün aktuallığa nə qədər cavab verir, bütün bu birbaşa olaraq ekspertlər tərəfindən qiymətləndirilir. Qiymətləndirildikdən sonra ümumi bir qiymətləndirilmə çıxarılır və ondan sonra artıq qaliblər müəyyən olunur. Siz də az öncə qeyd etdiniz ki, gənc nəslin innovativ potensialını artırmaq üçün rəqəmsal mövzulu qrant müsabiqəsi həyata keçirildi və bu müsabiqə haqqında istərdim ki, biraz daha ətraflı məlumat verəsiniz bizə. İlk olaraq onu qeyd etmək istərdim ki, bu Azərbaycanda ilk dəfə keçirilən ümumiyyətlə rəqəmsal mövzulu bir qrant müsabiqəsi idi gənclər üçün. Qrant müsabiqəsi elan olunduğu zaman bizim özümüz üçün də biz bu elan olundu və nəzərə alsaq ki, artıq dövlətimiz tərəfindən də bu mövzulara xüsusi olaraq bir diqqət ayrılır və son dönəmlərdə Azərbaycanda rəqəmsal platformalarında müəyyən inkişafı biz görürük. Hətta bununla bağlı dövlət proqramları da qəbul olunmuşdur. Və rəqəmsal mövzulu qrant müsabiqəsi elan olunmağında əsas məqsəd gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılması, onların mövcud imkanlar çərçivəsində rəqəmsal platformalardan istifadə etməklə rəqəmsal məhsullar yaratmağa təşviq etmək və bu mövzunun Azərbaycanda bir aktuallığına nail olmaq idi. Ümumilikdə 500-dən artıq gənc tərəfindən layihə müraciəti oldu. 55 nəfər fiziki şəxs, 17 nəfər isə gənclər təşkilatı qrant müsabiqəsinin qalibi oldu və hal-hazırda belə deyək, fiziki şəxslərlə müqavilələrin bağlanması mərhələsidir ki, artıq onlar öz layihələrindən reallaşdırmağa start veriləcəklər.
Yusif, bir də bildiyimiz kimi ideyanı reallaşdır fərdi qrant müsabiqələri keçirilir. Bəs bu müsabiqələrin digər layihələrdən fərqi nədir? Biraz bu haqqda danışarıq. Ümumiyyətlə fondun əsas istiqamətlərindən biri biz yalnız bir mövzu, bir istiqamət üzrə siz artıq qrant müsabiqələrinə baxdığınız zaman adlarına bizdə Həmiyəli ilinə həsr olunmuş qrant müsabiqəsi oldu, Şuşaya həsr olunmuş qrant müsabiqəsi oldu. Hər zaman biz müxtəlif mövzulara önəm veririk. Burada da məqsəd müxtəlif sahələrdə olan gəncləri əhatə etməkdir. Yəni yalnız bir sahənin, spesifik bir sahə üzrə gənclərin deyil, nəzərə alsaq ki, bizdə ictimai fəal olan gənclər var, ictimai fəal olmayan gənclər var, ali təhsil alan gənclər var, ali təhsil almayan gənclər var. Amma fondun əsas məqsədi bütün ölkənin, yəni gənclər siyasətində əsas icraçı orqan olaraq bunu reallaşdırmaqdır. Nəsə ideyanı reallaşdırın da digər, məsələn, rəqəmsal mövzuda qrant müsabiqəsində mövzu aydındır ki, bu rəqəmsal istiqamət idi. İdeyanı reallaşdır qanun müsabiqəsində əsas istiqamətlərimiz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını aşılanmaqdır. Onların innovativ və kreativ ideyalarının reallaşdırılmasına şərait yaratmaqdır. Bu da hansı, belə deyək, onların ideyalarında heç sərhədlər hansı mövzu ilə çərçivələnmir. Daha geniş, belə deyək, həm asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələr irəli süyə bilərlər, hər hansısa bir yaradıcılıq qabiliyyətləri ilə bağlı layihələr irəli süyə bilərlər, hər hansısa bir kreativ bir ideyalar və yaxud gənclər bir araya birləşib ortaya bir hansısa bir mövzunu aktuallaşdıra bilərlər. Bu daha geniş bir imkanlar vermək üçündür ki, gənclər beyinlərində olan, ağıllarında olan o xəyallarını, ideyalarını reallaşdırmaq üçün biz tərəfdən də bir dəstək göstərilsin. Ümumilikdə fərdi qrant müsabiqələrində qalib gələn gənclər hansı mükafatlara layiq görülür? Ümumilikdə fondun nizamnaməsinə əsasən fərdi qrant müsabiqəsinin qalibləri 5000 AZN-dək qrant əldə edə bilərlər. Bu təbii ki, onların təqdim etdikləri büdcələrə əsasən, yəni maksimum məbləğ 5000 AZN-dir. Gənclər təşkilatları üçün 10000 AZN-dir. Beynəlxalq layihələri üçün, gənclər təşkilatlarının beynəlxalq layihələri üçün isə 15000 AZN-dək qrant ayrılıb. Təbii ki, qrant layihəsinə müraciət edən gəncin o layihənin həyata keçirilməsi, onun reallaşdırılma imkanları və onun təqdim etdiyi büdcəyə əsasən qiymətləndirilib, maksimum 5000 AZN-dək qrant ayrıla bilər. Bəs beynəlxalq qrant müsabiqələri necə keçirilir? Bu gənclər təşkilatları üçün təşkil olunur. Bizim ümumiyyətlə qrant müsabiqələri, əgər ümumi fondun qrant müsabiqələrini danışsaq, bu da yəni qeyd etdiyim kimi həm fiziki şəxslər üçün var, həm gənclər təşkilatları üçün yerli qrant müsabiqələrdir, həm də beynəlxalq qrant müsabiqələrdir. Gənclər təşkilatları bu hər hansısa bir ölkədə təşkil etdikləri layihələrlə bağlı müraciət edirlər və bu təbii ki, biz tərəfdən qrant müsabiqəsi elan olunduğu halda rəqəmsal mövzu qrant müsabiqəsinin özündə də beynəlxalq gənclər təşkilatlarının beynəlxalq layihələrinin maliyyələşdirilməsi də istiqamətlərdən biri idi ki, bunun üçün də müraciət edən gənclər təşkilatları var idi ki, onlar da qalib gəldilər. Həmin layihələr üçün 15000 AZN-dək fond tərəfindən qrant ayrılır və bizim elan etdiyi mütəmmədi o qrant müsabiqələrinə uyğundur və bundan əlavə olaraq bizim səfər qrantımız müsabiqəsi var ki, bu ilin istənilən vaxtı hər hansısa bir gənc xarici beynəlxalq bir yarışda iştirak edən, hər hansısa bir istedadı ilə bağlı ola bilər, IT biliyi ilə bağlı olan, bilirsiniz, dünyada bir sıra yarışlar keçirilir. Həmin müsabiqələrdə iştirakçısı kimi və yaxud təşkilatçısı kimi və yaxud hansısa bir təqdimatla iştirak edən gənc fonda müraciət etməklə səfər xərclərinin fond tərəfindən qarşılanmasına nail ola bilər. Bəs Gənclər Fondu yaxın zamanda yeni bir qrant müsabiqəsi elan etməyi planlaşdırırmı? Əgər planlaşdırırsa, gənclər bu haqda hardan və necə məlumat əldə edə bilərlər? Ümumilikdə Gənclər Fondunun reallaşdırdığı qrant müsabiqələri haqqında məlumatlar Gənclər Fondunun rəsmi saytında və eyni zamanda Gənclər Fondunun rəsmi sosial media səhifələrində əldə edə bilərlər. Daimi olaraq bizdə ilk məlumat olaraq, ilk mənbə olaraq məhz burada paylaşılır. Təbii ki, hər il olduğu kimi bu ildə bizim növbəti hal-hazırda rəqəmsal mövzulu qanun müsabiqəsinin icra mərhələsindəyik və rəqəmsal mövzulu qanun müsabiqəsi başa çatdıqdan sonra yeni bir qanun müsabiqəsi həyata keçiriləcəkdir. Təşəkkür edirik Yusif müəllim, suallarımızı cavablandırdınız. Çox sağ olun, xoş idi. Sizin qarşıdan gələn Novruz bayramınızı təbrik edirik. Təşəkkür edirik, biz də sizin bayramınızı təbrik edirik. İşlərinizdə uğurlar arzulayırıq. Çox sağ olun. Çox sağ olun. Bax belə, hörmətli izləyicilər, qonağımız Gənclər Fondunun icraçı direktor müavini vəzifəsini icra edən Yusif Vəliyev idi. Biz bugün gənclər üçün fərdi qrantlardan danışdıq. Könüllü sən verilişi davam edir. İndi isə keçid alırıq Asan Könüllülərinin ötən günlərdə gördüyü fəaliyyətlər barədə qısa məlumat verməyə. Gənclər Fondunun maliyyə dəstəyi və Asan Könülləri Təşkilatının təşkilatçılığı ilə Agile Transformasiya layihəsinin ilk təlim sessiyası baş tutub.
Layihə iştirakçıların müasir idarə etmə yanaşmalarını mənimsəməsi, çeviklik və adaptasiya bacarıqlarını inkişaf etdirməsi, komanda işini təkmilləşdirməsi və karyera istiqamətlərini düzgün müəyyənləşdirə bilməsi məqsədini daşıyır. 4 sayılı Bakı Asan Xidmət Mərkəzi könüllülərinin təşəbbüsü ilə Asan Könüllüləri Ameya Mərkəzi Elmi Kitabxanasına ekskursiya ediblər. Ekskursiya zamanı könüllülər sərgi salonu, Ameya'nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, oxu və konferans zalları, nadir və qiymətli nəşrlər şöbəsi, həmçinin kitab fondları ilə tanış olublar. Asan Könüllüləri Təşkilatının danışıq klubu çərçivəsində növbəti görüş həyata keçirilib. Bu görüşdə iştirak edən könüllülər həm yeni sözlər öyrənir, həm də ünsiyyət bacarıqlarını təkmilləşdirirlər. Əziz Asan Könüllüləri, siz də ingilis dilinizi inkişaf etdirmək və vaxtınızı daha da səmərəli keçirmək istəyirsinizsə, danışıq klubuna qoşula bilərsiniz. Görüş British Academy Beynəlxalq İngilis Dili Mərkəzinin müəllimi tərəfindən həyata keçirilib. Yeri gəlmişkən sonda bir məsələni xatırlatmaq istəyirəm. Könüllü ilə bağlı xəbərləri, yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərsiniz. Bax belə əziz izləyicilər, daha bir könüllüsən verilişinin sonuna gəldik. Hər həftə könüllüsən izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik.